İndi bizə verilən fərqli bir say sistemində ədədlər ola bilər ki, həmin ədədləri deyir ki, onluq say sisteminə çevirin. Yəni 2-likdən, 16-lıqdan, 8-likdən onluğa çevirmək lazımdır. Məsələn, ikilik say sistemində verilib ədəd 1, 0, 1. İkilik say sistemindədir. Deyir onluğa çevir. Nə edəcəyik? Bu üsulun adı açıq yazılış üsuludur. Yazıram. Açıq yazılış üsulu. Üsulumuzun adı budur. Necə yazırıq bəs bunu? Deməli, üzərindən sonuncu ədəddən başlayaraq nömrələyirik. 0, 1, 2, neçə dənəsə davam eləyəcək. Yəni, ədədimizin sayı nə qədərdirsə, o qədər davam eləyəcək. Daha sonra belə yazırıq. Ədədin rəqəmi başlanğıcdan başlayaraq 1, vurulsun. Say sistemimiz nədir? 2. 2 üstü, bu 2-nin üstündəki rəqəm. Üstə gəl. 0 vurulsun. 2 üstü, 0-ın üstündəki rəqəm. Üstə gəl. 1 vurulsun. 2 üstü, 2-nin üstündəki rəqəm. Yəni 0. Bunu hesablayırıq. 2 üstü 2, 4. 0'ı nəyə vursaq 0 eləyir onsuz da. 1'i də vuruq. Ədədin üstü 0, 1 deməkdir. 1'i 1'e vuranda 1. 4'ün də üstünə 1 gəldiyi oldu 5. Deməli, 1, 0, 1 ədədi ikilik say sistemində yazılan bu ədədi onluq say sisteminə çevirəndə ədəd 5'ə bərabərdir. Bu üsula açıq yazılış üsulu dedik. Uşaqlar bəzən bunların yerini qarışdırırlar. Necə eləyirik? Burada üstündə duran rəqəmlər elə üstlərdə qalır. Yəni bunu bir dənə yadımıza saxlayaq. Və üstdə duran rəqəmlər əsas nədirsə əsasın üstündə yazılır. Məsəl üçün 3, 7 ədədi verilibdir 8'lik say sistemində. Deyir bu ədədi çevir onluq say sisteminə. Eyni qaydada sonundan başlayırıq. 0, 1 nömrələdim. 3 vurulsun 8 üstü. 8'in üstünə bu rəqəmin üstündəki 1. Üstə gəl. 7 vurulsun 8 üstü 0. 3 dəfə 8 24. Üstünə də 7 gəlirik. Çünki bu 1 verir bizə 31. Ədədimiz oldu. Onluq say sistemində 31. Başqa, məsəl üçün A6 ədədi verilib 16'lıq say sistemində. Deyir bunu çevir onluq say sisteminə. Eyni qayda ilə sonundan başlayaraq 0, 1 nömrələyirik. A 10 idi. 10'u vururam. 16 üstü, onun üstündəki 1'ə. 1'i üstündə yazıram yəni. 16 üstü 1'ə. Üstə gəl. İndi 6'nı. 6 vurulsun. 16 üstü 0. 166. Bunu hesablayanda 166 edir. Onluq say sistemində. Deməli, fərqli say sistemindəki ədədləri onluğa çevirmək üçün açıq yazılış üsulundan istifadə etmək lazımdır.